Sonra Yəni məndə 32 var idi. 2. Okey. Hı. Hansı görünüş rejimində də deyir. Reading'dir bu. Reading view. Oxu görünüş rejimi. Budur bax. Baxın. Yəni, sırf oxumaq üçün olan. Bir də mənim Ctrl X düyməsi, o yəni ki, oradan elə bir silinmədi də bu belə deyil. Yəni Ctrl C, Ctrl V kimi də silinmədi. İndi oradan silinir, o birinə istəsə yapışdıra bilərik. Bəli. Sonra necəyə baxırıq? Buradan 51 müəllim mən. bir dənə o müəllimə desin. Neçə Məmməd deyirsiniz? 51 məndə səhvçə olub. 51-ci sual. Hı -hı. Blank document seçilir. Hə. Hı Blank -hı. document. Böyle bir şey olur da. Giriş, Neo, ve blank document görürsünüz. Sonra müəllim burada bir dənə bax 100-də sizin kitabınızda mən elə bir 30 tapıram da. Orada isə cavab C-dir. Deyir ki, 55-ci səhifədə olur da. Ona görə də 55-dən 25-i çıxıram da. Yox, Burada müəllimə. sadəcə eşit. Burada bax, minus 25 verəndə çıxırsınız. Plus Hə, 25 verəndə irəli gedirsiniz, bir 25 səhifə sonraki. Sadəcə 25 yazanda elə 25-ci səhifəyə keçilir. Aydındır? bəli, bəziləri səhv çıxırdı bununla, bəziləri düzdür, anladım. Sonra neçə? Boş 100. 25 olub, belə 25-ci səhifədə də Bəli, qalır bəli. da. Sırf 25-ci səhifə oldu mən. Neçə baxırıq növbəti? 127. Burada mən C, D arasında qalmışdım mənim. Cavabı deyəsə C veriblər. Bəs D niyə olmur? O var da. Onu heç. Prosta fərqli versiyadır deyə. Çünki o D variantında olanı mən ümumiyyətlə heç bir nə Home-da, nə Insert-də heç birisində görməmişdim. Lens qrupların. 2010 versiyasında olmalıdır, amma şeydə burada Sonra mən zəhmət olmasa 126-da mən belə bilirəm Ctrl A D hamısını variantında olan find əmridir. Prosta Home-da var idi o əvvəllər. Hə, 2010 evet. versiyasında. Bəs mənim C-də olan copy falan deyil də. Dedi bu var ya find. Görürsünüz indi bu şeydir, lupa şəklidir. Evet. Köhnə versiya da 2010 versiyasında da. İndi bu təzə versiya daxil. 2010 versiyasında onun yerində o şey işarəsidir, həmin işarədir. Deyib budur. Bəs C variantındayım elim. O hardadır? Onu da Home-da tapa bilmədim mən. O Bəs bildiyim qədərilə harda review'un yerləşir? əvvəl köhnədə review'un içindəydi o. Burada Hə. yerləşirdi, amma indi dəyişib. Deyir belə bir şeydir də bu. Bunun Hı, sadəcə burada dəyişib o. aydındır mənim. Biraz şəkillərin forması dəyişib deyə ildən asılı olaraq ona görə.
Mən söz soruşa bilərəm sizdən. Buyur. Sizin kitabınızda kontrol 126'da kontrol A o şey hamısını seçir də elə bil. Burada isə cavab A bəndi verib, düz verib də. Mətn deyir ki, silinər, müəllim yazılar. Bu asan deyil. Məsələn, Birinci mətnin sual. hamısı seçilir. 126 A bəndi vermiş. Şimdi biz niye? Mesela diyelim ki bana bir tane metin düşünün. Bəli. Diyelim ki metin. Bir tane metin. Bak bu metinimiz. Bunun hamısını seçip müəllim yazsa girəcəkdə onlar hamısı. Ha, bəli. Son yazdığımız qalır. Hmm. Sonra 145. Orada mən C ilə B ilə C arasında qaldım. İkisinin mənası eyni gəlmir müəllim. Ölçünün dəyişdirilməsi və yaxud da ki, böyüdülüb kiçildilməsi. ikisində hə eyni şeydir. Bəli, bəs təkcə böyük A-nı versə ölçünün dəyişdirilməsi götürərdik, çünki və yaxud da böyüdülməsi. İkisi də var deyə böyüdü. Bəli, bəli. Əslində ikisi də düzdür. Yəni səhv deyil. Hər ikisini seçən düz seçəcək. 169. Benim 46 bir tane kaldı. Neçə? 46, 140. 146. Bəli, bəli. Okay. Bu şeydir də. Hə, burada məsələ nədir? Biri ölçünü dəyişir, biri də böyüdüb kiçildir. Bu ölçünü dəyişməkdir. O birisi isə nədir? Böyüdülüb kiçildilməsi. Bəli, bəli. Əslində məntiqən böyüdüb kiçiləndə elə ölçünü dəyişmiş oluruq. Yəni burada onun cavab kimi verilməsi düz deyil, amma burada deyə bilərik də. Sonra neçə? 169. B yazmışdım orada. Səhifəyə keçid deyir axı. Bir səhifədən digərinə Page keçmək. olmalıdır. B variantı. Bəli, cavab D. Kommentlər B. çıxmışdı. Deyə B'dir. 194. Məndə 100. 100 minimum obyekt simvol olur da həmişə nöqtə olmaz. Bəli. Tamam. 172, 178. 72, 78. Bəli. Mükemmel. Əgər mətnin böyük bir abzası kiçik əvəzinə böyük hərflərlə yazılmışsa, səhvi düzəltmək üçün nə etmək lazımdır? Hə, bu Shift F3 şeydir də. Shift F3. Registr avtomatik dəyişməyə kömək edir, aydındır? Bəli, bəli. Çeviririz. Sonra 78. səhifələri hansı üsulla seçmək daha səmərəlidir? Deməli, 3, 7, sonra 9-dan neçəyə qədər? 14-ə qədər, bir də 25-dən 27-yə qədər. Y variantı olacaq da elə.
Bəli. Sonra 194. Word mətnlərdə sətirlər arası intervalı dəyişmək üçün hansı parametrlərdən istifadə edilir? Burada mən A götürmüşdüm. C çıxıb. Bir var idi line-la olan bu abzaslar arası məsafənin dəyişilməsi idi. Bir də var idi paragrafın içərisində iki hissə. Indentation olan əvvəldən boşluq qoymaq idi. Sol və yaxud da sağ tərəfdən sağa çəkmək, daha doğrusu sola çəkmək. Bəli. Bir də ki aşağıda olan var idi. After before. Bu abzasdan sonraki əvvəlki məsafələr idi. Sətirlər arası line spacingdir, bax budur. Aha. Deməli bu paragrafın içərisindəyik. Line spacing. Müəllim, obyekti gizlədir, elə bil home menüsünü. Yox, Mən hə, burada- obyekti bəli, gizlədən home menüsüdür. Mən bəs burada C veriblər axı before after. Necə? Burada C variantı çıxıb cavabda. C ola bilməz. B Line olur. spacingdir o da. Bəli, bəli. Hə. E, 226 da bir də. Necə? 226. Bu susmaya görə ümumiyyətlə Word-də Word proqramından maksimal istifadə belə bir şeylər yox idi məncə. Maksimal istifadə olunur. Hə, bu bir siz hardadır. Bu sizə düşməz. Amma yerini göstərim də yenə sizə. Bax, Options'a girəndə burada şey var. Advanced bölməsi var. Görürsünüz. Advanced'da burada bizə bax bunları göstərir. Görürsünüz. Bax bu. Son istifadə olunma. Bir də ki şey. Elə bil ki 50-yə qədər. Standart halda 10 olurdu. Maksimumda 50. Burada mənim 25 çıxıb cavabda, səhvsə də 50 olmalı. Köhnəsində 25 idi da ona görə. Bir dənə zəhmət 50. olmasa 200. Sonra neçə? 203-də elə bil ki, mən belə cədvəl kimi elə belə eləyirəm. 2 dənə xana boş qalır orada. Cavabı elə bil Y bəndi verib. Yəni düz eləyirəm. Elə belə adi qaydada cədvəl kimi çəkirəm. 2 Yəni dənə ayrıca xana olaraq məncə. bax burada bilirsiniz nədir? Cədvəldir, tələbə. Sonra Mən belə cədvəlin elədim. arasında imtahan. Sonra qiymət. Qiymətini. Sonra vasif. Bura boş qalacaq. Çünki 2 dənə mötərizənin vergüllərin arası boşdur. Bura 4 olacaq. Bəli, mən də belə elədim. Sonra malik. Sonra tarix. Sonrası Bu da yoxdur. boş qalır. O Sonra birlərdə hamı Kamal, dolu. ədəbiyyat 4. Sonrası yenə boş qalır. Bizdən nəyi soruşur? Neçə xana boş olur? 1, 2, 3 dənə. Başa düşdüm, o vergül yoxdur, ona görə onu götür. Bəli. Sonra neçə? Müəllim 241-də də bu Word proqramından maksimal istifadə sayıdı. Əvvəlki sualda susmaya görə 10 və 50 götürürük. Bəs ümumi halda Word proqramından istifadə Susmaya görə şeydir 10 indiki təzə versiyada gedir. O əslində sual kimi şəxsi deyil, amma köhnədə əvvəl belə idi də. Deməli 30-50 verirdilər. 30 susmaya görə idi. Şeydə də 50. Daha doğrusu 25-50. Maksimum 50.
Amma C-də indikində elə standart açırsan 50 dənə görsənir orada. Susma bildiriləri, yəni üzərində dəyişiklik aparmamışam da, heç bir dəyişiklik yoxdur, oldu. Ayda deməli. Bu ümumiyyətlə belə sualı boş verin, o eləsi düşəsi deyilsin. Amma yerini göstərdim də sizə arası, nəyi demək istəyir. O bilirsiniz nəyi demək istəyir. Bu var, görürsünüz. Bu. İstifadə olunma sayı budur. Hə, aydındır. Orada olacaq sənədlərin maksimum sayı Bəli, minimum. bəli. Onların maksimum sayıdır. Burada neçə dənə yerləşdirə bilərəm, onun sayını göstərir. Sonra neçə? 249-dur məndə. 49. Burada mən niyə yazdım? Mən C çıxır cavab. C-də elə 1 ilə 2-yə ayırıb AB-ni. Amma mən niyə yazmışam? Cavablarında şəkil daxil eləyir. 1-ə A. Proqram yaddaşında olan şəkilləri cari sənədə daxil eləyir. Bura A-dır, bura B-dir. Düzdürmü? Bəs o bir həm də ki, yəni yaddaşdan daxil edir axı, proqramın yaddaşına olan şəkilləri daxil edir axı. Yox, orada şəkil daxil eləmək deyəndə bu nəzərə tutulur. Klip var, yəni yaddaşdakı öz yaddaşındakı şəkilləri bu nəzərə tutulur. Aydındır mənim digərləri. Hər ikisi şəkil deyə zaten, amma yəni bunu deyəndə avtomatik öz şəkli yaddaşı nəzərə tutulur. Bunu deyəndə ümumi şəkil əlavə eləmək nəzərə tutulur ona görə. Aydındır mənim. Çox sağ olun. Evet. Burada var. Heç burada şey yoxdur ki, ləğv eləyiblər deyəsən. Burada heç o şey yoxdur. Fikir versəniz ləğv eləyiblər onu. Yox, çox istifadə olunmurdu onsuz da bir şey yaranmırdı. Ona görə çıxardıblar oradan. Burada deyə sizə göstərdiyim şəkil baxın. Burada var elə. Hə, Curve Blank. Bayaq ki, Core Blank. Hə, ilk səhifə əlavə edilməsi. Deyirəm, harasa var idi o şəkili görmüşəm. Sonra müəllimlər neçə? Şeydə susma deyir rejimində Word proqramından maksimal istifadə sayı Dedik o indi müasir versiyada 50-dir. Köhnədə 30 idi. Onun başını buraxırıq o sualın ümumiyyətlə. Hə. Çünki bilirsiniz necə? Mətnlərdə, mətn redaktorunda versiyadan asılı olan şeylər sual kimi düşə bilməz. Çünki orta məktəbdə 2003-də var, 2010 versiyasında da var, 2019-da var. Sinifdən sinifə dəyişir bu. Bilirsiniz necə? Yəni ona görə elə sual sala bilməzlər ki, versiyasına görə fərqlənsin. Sadəcə nə sala bilərlər? Bütün hamısında eyni olan şeyləri. Ümumi mətn redaktoruna aid olan şeyləri. Başa düşüldü? Elə şeylər var ki, dəyişmir də onlar. O da standart. Sonra başqa sual. İşte yoxdur deyəsən. Reyhanə mənim işlərim silməsə. 240 var müəllim. Bax sol tərəfdəkini silir. Bu düzdür. Sonra cədvəlin sətrini silir. Cədvəlin sütununu silir. Bir də ki xanasını silər də 4 dənə. Falan içərisində mətni silir. 4 dənə düz 1, 2, 3, 4, bəli. Backspace xananı silmir, xananın içərisindəki mətni silir. Yox. Backspace xananı silir. Xananın içindəki mətni silən deletedir. Bax belə. Cədvəl verilibsə, deyək ki, bir dənə cədvəl düzəldək. İçinə elə bir şey yazaq. Bunu əgər sən bu xananı seçib backspace vursan, xananın özü silinəcək. Əgər sən içini silmək istəsə delete vurursan. Delete siləndə içini təmizləyir. Aydındır. Bəli. Sonra sual. Var başqa? O status bar zad var 248-də. Onlar sizcə düşərmi? Bunları öyrənim. Bəzən yadımdan qalmır bunlar mənim yadımdan. Bilmirəm. Onlar standart şeylərdir özdə. Bilmək olmaz onu. Yəni düşər də, yəni əzbərliyim.
Bilsəz daha yaxşı olar da, bilmirəm onu, yalan deyərəm. Yəni zaten Word'dən sizə maksimum 2 dənə sual düşəcək, amma sertifikasiyada bir ya da ən çoxu 2 sual. Və o da nə düşəcək bilmək olmaz. Elə şey olur ki, asan şey düşür də. Yəni keçən asan idi məsələn düşən Word'dən. Belə məndə qurtardı yol. O printer məsələləri qalmışdı. Keçən il mən onları yaxşı öyrənmişdim. Onların qaydaları təkrarlayıram. Sizə bu mövzu sınağını göndərmişdim. Mənim sınaqda ona baxmalıydıq. İşləmişik. Bəli. Bir dənə sizdən səs çıxır. Nə? Bilmədim, mən işləməmişəm. Hı -hı. Azatam işləyim onsuz bircə saniyə yuxarı. Mən də işləmişəm mən. Hə, gördüm. Neydən mənim hər 26 dənə işləyib. Baxaq görək nədir səhvləri. 4 dənə. Keçən də oradan. Hara getdi? Bu müəllimə keçən qəşəng bal şənlik müəllim də yaxşı bal toplamışdı. Baxaq müəllimə də 55 toplamış deyəsən. Səhv yadımda qalmış aslında şeydən. Həm sertifikasiyada həm miqdə iştirak elədi o. 55 sertifikasiya idi. Miq balı 70 neçə idi deyəsən. 71 Yəni idi. 70 olmaq olar. Düşmək 70 olur. neçə ilə olur, hə, olur. 70 neçə ilə olur. Düz o Bakıda işləmir deyəsən. Səhv eləmirəmsə rayonda işləyir. O ikinci iş istəyir də, elə bir nəsə belə bir şeydir. Rayonlarda biraz aşağı ballarla düşmək olur. O balı yüksəkdir, yəni rayona görə çox yuxarı idi. Mən bu sualda mən o boşluq hissəni tam çözə bilmirəm. Bu tipdə 2 dənə sualda səhvim oldu. Education'da o deməli Bu əvvəlcədə sorun dayandığı mövqedən, bax buradan. əvvəldə həm Neçə dəfə sonradan backspace? oldu. 4 dəfə backspace vurmuşam, bax. 1, 2, 3, 4 dənə. Mənim Neçə başa dənə boşluq deyilik bələs vurmuş? əvvəl education'da. Bu boşluqlar bəs kursorun dayandığı hissədən eynən kursor Burada arasında. boşluq yoxdur. Burada boşluq yoxdur. Boşluq deyil burada. Hə, kursor dayanan hissələrdə verilməyib. Bəli, Hangisi bəli. olar? Burada. Burada prosta bu arıqdır da, ona görə doldurmuyor bu ərazini bu tam. Deməli, i-də də fikir ver, boşluq çox qalır. Bəli, bəli, aydındır. Deməli 4 dəfə əvvələ silirik. Boşluq, r, a sildi. Brain qaldı əvvəldə. Delete də 5 dəfə vurulursa 1, 2, 3, 4, 5. İonda sonrasında düşür. 1, B var. 2, 3, 4, 5. Brain, Hə, ion. bəli, B. Sonra nerede? 9 səfərimiz, 9 məsəl. Burada insert column-da mənim D yazmışdım mən. Chart. Burada picture veriblər, B çıxır cavabda. Yaxud illustration verə bilərdilər. Heç picture da verməməliydilər. Sadəcə insert picture chart. Çünki heç picture orada yəni link Şey qrupu deyil. yenə də versiya fərqi var da ona görə. Hı. Yəni Bu versiyaya görə də sonuçta insert seçilən budur. Yəni biri olsa bəli. insert illustration chartdır. Bəli. Amma Və yaxud da ki,
illustration vermədiyi halda insert, chart və column sütun şəklində olandır. Bu formada seçmək olar da. Hə, olar elə. Hı. Keçəlim, burada baxaq 23. 23. Burada mənim əvvəlcə də bir Bu dəfə tip yəni sual, bu tip sual düşmüşdü keçən il sertifikasiyaya da düşüb, bir dəfə də miqə düşüb. Deyir ki, Həsən sözü yazılmışdır. Bu mətn seçildikdən sonra 3 dəfə Ctrl+C. 3 dəfə yox, 30 dəfə də vursam onsa kopyalayır da, o özü qalır orada. Bir dəfə Ctrl+X. Həsən sözü sildi. getdi oradan. Bəli. 4 4 dəfə dəfə Ctrl+V. deməli 4 dənə Həsən. Həsən, 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 Həsən. Düz. Bəli. Bütün Sıxıldıqdan mətn sonra bütün mətn seçilmiş və 2 dəfə Ctrl+C basıldıqdan sonra 6 dəfə Ctrl+V olub. Bax, burada məsələ nədir? Bunu seçib təzədən Ctrl+V vuranda ikincisi olmur, elə özü olur. Başa düşdük? 6 dəfə. Burada 2 dəfə Ctrl+C, yəni bunu kopyalamalı deyir də 2 dəfə. Kopyaladıq, bu getdi. 6 dəfə Mhm. Ctrl+V eləmişəmsə, deməli 6 dənə Həsən sözü var orada. 6 dənə Həsən, 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 Həsən. 4 dənə dörtlük var da, aydındır. Yəni bilirsiz məsələ nədir? Bax, məsələn, sadə bir nümunə verim də. Burada bu satırla hesablanması sözünü seçdim. Burada Ctrl+C vurandan sonra Ctrl+V vuranda birinci səfər özü olur. İkinci səfər, Hə. üçüncü səfər, dördüncü səfər, beşinci səfər, altıncı səfər. Gördünüz? 6 dəfə hesablanması söz oldu. Mən özündə bir dənə 4 götürüb ona görə 28 götürmüşdüm. Hə. Ondan əlavə. Deməli, Amma elə olmur. əgər amma kəssə və yenidən eləsəydi, onda yenə düz 6 olur, amma ki yəni Yenə tamam eyni 2 şey olur. yerinə gəlir. Bəli, bəli, bəli. Aydın mənim. 1-ə 28. Bu da bu silinmə ilə bağlı idi. Burada Bilmirəm. Burada bir yerinə qoyub eləmək lazımdır aymələri. bir dənə boşluqlar hər dəfə brain-radan sonra gəlir də. Hə. Yaxşı, mən bir də baxaram buna. Elə ki, brain-ra, boşluq, sonra kursordur. Sonra education. İndi burada birinci bu əmrləri yerinə yetirəcəksən. Birinci əmrləri. Məsələn, birinci əmr nədir bu? Neçə dəfə icra elədim? Bir dəfə, sonra 2 dəfə 2 əmrini icra eləmişəm. Delete. Boşluğu siləcəm, sonra add-ını siləcəm, düzdürmü? Sonra 2 dəfə 4 əmrini icra eləmişəm. Yəni kursoru 1, 2 atdım, bura keçirmişəm. Sonra 2 dəfə 1 əmrini icra eləmişəm. Ona bu getdi, düzdürmü? 3 Sonra 3 əmri. əmrini icra eləmişəm. Space bar, məsafə düyməsi qoymuşam. Sonra 2 dəfə də 2 əmrini icra eləmişəm. Delete düyməsini. A-la T Bir dəfə getdi. boş. Hə, Deməli, brain-ra ion. boşluq ion. Elə uyğundur A ilə. Başa düşüldü? Bəli, mənim aydındır. Çox sağ olun. Hə, uyğunluq doğrudur deyir. Orada sırf seçirik məsələn 1, 3, 1 1, ilə 5. 5-dir. Hə, belə. Yəni əmrdən nəticəsi doğru olacaq da. Bu tip suallar kurikulumda var ya sizdə. Məsələn, doğru fikir, nə bilim nə. Onun tipindədir də. Bəli. Sonra digər müəllimlər nəyimiz var deyim baxaq. Burada müəllimə işləyib. Mənəm müəllim. Burada mətn prosesorunda cədvəli, sətri cədvəldən hansı yolla silmək olar deyir. Sətri nə etmək olar? Seçirik, sonra backspace vururuq. Bayaq dedim. Sonra 4. Bu nədir? Siyahılar yaratılmış. Şeydə bu, neydi o? Markerli. Birinci Siyah. markerli, sonra nömrəli. Bəli, ümumiyyətlə siyahılar Səviyyəli. yaradacaq. Da nömrələnmiş, bir də çox səviyyəli siyahılar yaradacaq.
Sonra 8. Hə, bunu yarada bilmək üçün çox səviyyəli siyahıdan Şey, istifadə olunur. C variantı cavab. buna sizin kitabınızda mı? Sonra 12. Hansı fikir doğrudur? Cədvəl obyekti əlavə edildikdə diaqram avtomatik əlavə edilir. Yox. Diaqram əlavə edəndə cədvəl avtomatik əlavə olunur. Səhvdir bu. Əmri şriftin ölçüsünü və düzləndirilməsini yox. Mətni qalın şriftlə yazmaq üçün Ctrl+B klaviş kombinasiyasındandır buradan. Sonra 15. Deməli 4. 4 əmri nədir bu? Mətni seçdik. İnformasiya axtarışı. Seçdik. 4'ü vurduq. Yəni qalınlaşdırdıq. Sonra nə etdik? 5'i vurduq. Altından xətt çəkdik. Sonra 3'ü vurduq. Kəsdik. Sonra 1'i vurduq. 1 nədir? Yapışdırdıq. Sonra 2'ni vurduq. Kopyaladıq. Sonra 2 dəfə də 1'i vurduq. Deməli, qalın olacaq, altından xətt çəkiləcək və 3 dənə informasiya axtarışı sözü yazılacaq. C variantı olur onda. Başa düşüldü? Orada çalışıyorum. Kopya edir, pastə yapışdırır. Yəni həmin yerdə yapışdırır. Yəni Ctrl+V-dir də pastə, belə deməli. Burada da şriftin ölçüsü 20 punkt olacaq da. 20 punkt. 17. Bilmirəm. Abzasının sonunu Neyse. bildirmək üçün enter düyməsindən istifadə edirlər. Düzləndirmənin hansı növlərindən istifadə olunub? Mərkəzə görə düzləndirmə var, sola düzləndirmə var, tam düzləndirmə var. B variantı. Dəqiq belə Mərkəzə, bilmirdim. Baxın. sola, bir də tam. Burada artıq əmrləri icra eləmək lazımdır. Backspace klavişi 5 dəfə sıxılıb. Yəni 1, 2, 3, 4, 5 getdi. Bu düymə 4 dəfə sıxılır. Yəni nə edəcəyik? Bura gələrəm 1, 2, 3, 4. Burada da kursor. Sonra delete düyməsi 6 dəfə sıxılacaq. 1, 2, 3, 4, 5, 6. Sonra backspace düyməsi 4 dəfə sıxılır. 1, 2, 3, 4. Bunlar getdi. Ri qalır burada. Burada da rematika. Ri, rematika. D variantı. Başa düşüldü? Yəni, bunu izah elədim. 24. Mətnin rəngini təyin eləyir. Düz. Simvolların sayını yox, şriftin ölçüsünü təyin eləyir. Hə, 1, 4, 5'dir, siz 1, 5, 4 yazmışsınız. Eyni şey də düz yazmışsınız əslində. Dostlar, həm sıralamasında həm də vergül qoymuş, orada səhv var. Burada da həmin şeydir. Düz yazmışsınız əslində. Burada 1, 3'də 3, 5 yazmışıq. Girin çıxıntılı və çıxıntısız 2 cür olur. 1 ilə 3. Eyni dizayna malik simvolların yığınıdır. Başa düşmədim bu nə demək istəyirdi. Burada ona Yəni görə. dizayn şrift yəni nə başa düşürük? Dizayna eyni olan simvollar yığınıbda, elə deyil. Hərflərdir də, hərfləri elə Bəli. başa düşdüm. Başa düşdüm. Şeydir, ondan əvvəl də mən hansısa testdə siz elədiniz. Məsələn, 5 dənə sətir, 5 dənə sütun çəkirəm. Sonra belə burada da yazılıb sətir
Məsələn, bax, kolumnus 5 10 sətrin 5 sütunu bu. sütunundan var. Elə deyil. Hə. Birinci sətrin bütün xanaları seçildikdən sonra merge cells əmri icra olunub. Yəni hamısını birləşdirmişəm, bir dənə sətr yaratmışam. Sonra nə etmişəm? Sonra üçüncü sətr seçilmiş və aşağıdakı əmr icra olunub. Deməli 5 sətr 5 sütun sonra birləşdi bir-birinə. Hə, birincisi birləşib. Sonrasında da 5 sətr var, 5 dənə sütun var. Daha normalda 5 sətrin 5 sütunu idi. İndi olub birincisində bir dənə bütöv xana oldu. Bunlarda hərəsi 5-5-dir. Buraya artıq 4 sətr 5 sütun var. Burada da üçüncünü seçmişəm. Bax bunu. Və nə iş görmüşəm? Aşağıdakı əmri icra eləmişəm. 10 dənə sütuna böl. Əvvəlcə merge cells before olub, bütün hamısı birləşib, sonra 10 dənə sütuna bölünüb. Bəli, yəni burada bunun yerində 10 dənə sütun olacaq. Bu bir dənədir. 10 xana, bu bir xana, düzdürmü? Bu 4, bu Beş. 4, daha doğrusu 5, hə? Bu da 5. Bu da 5. Nə qədər eləyəcək? 5, 5, 5, 10, bir də 1. 26.